Hər kəsə salam dostlar, ümid edirəm yaxşısınız. Bugün yanımda Xədicə var, Xədicə tibb tələbəsidir. Onunla birlikdə bugün ümumi blok imtahan haqqında danışacağıq, tövsiyələrimizi verəcəyik, xüsusən də kimya haqqında, əlavə olaraq fizika və biologiya haqqında danışacağıq və ən sonunda da sizin ünvanladığınız sualları cavablayacaq. Xədicə təqdim edəcəm olmasa. Mən Senzayda Xədicə, 612 balla Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin tibb ixtisasına qəbul olmuşam. Mən buraxılışdan 265.3, blokdan isə 346.7 bal toplamışam. Bugün əsasən kimya fənnindən danışacağıq, amma təbii ki, keçən videodakı olduğu kimi biologiya və fizika ilə yer verəcək və ən sonunda müxtəlif suallar ünvanlayıbsınız DM-dən, YouTube-dan, bunları baxacaq. Elə isə başlayaq kimyadan. Xədicə, kimya haqqında tövsiyələrini ver, hansı nəzəriyyələrdən istifadə edirdin, hansı test kitablarından istifadə edirdin? Kimyadan əsasən DİM-in nəzəriyyə kitabından istifadə edirdim, amma müəllim qayda yazırdı, həmin qaydanı oxuyurdum, əlavə vəsait istifadə etmirdim. Ancaq heç toplu istifadə edirdim, yəni güvən falan demək olar işləmirdim. Çünki mənim üçün mənasız gəldi güvəni işləmək. Amma belə məsəl üçün buraxılış imtahanından sonra hər gün ən azı 10-12 dənə kimya sınağı işləyirdim. O da ki, məcburən işlədim. Yəni mən məsuliyyətsiz idim deyənə. Müəllim mənə məcbur edirdi. Yəni bütün qəbulları işləyirdim. Səhvlərim çıxırdı, düzdür. Onları yenidən işləyirdim. Eyni qəbulu 5-6 dəfə təkrar işləyirdim və hamısında da səhvim çıxırdı. Və bu da mənim mükəmməl olmadığımı göstərirdi. Kimya deyəndə ağla reaksiyaları gəlir. Yəni hamı reaksiyaları əzbər bilməlidir. Yəni təkcə nəzəriyyə bilməklə kimya olmur. Reaksiyaları öyrənmək üçün ən yaxşısı yaza-yaza öyrənmək. Yəni əzbər reaksiya öyrənmək olmur. Artıq reaksiyaları əzbərlədikcə, yəni gedişatı bilirsən deyənə, bütün reaksiyalar əzbər olmur. Yəni məntiqlə belə tapmaq olur reaksiyaları. Yəni mən bilmədiyim reaksiyaları belə məntiqlə tapa bilirdim. Daha sonra dəfələrlə toplayın təkrar işləmək kimyadan 29-30 yazmağa kömək ola bilər. Əlavə vəsaitlərə məncə ehtiyac yoxdur, yəni güvən falan, bunlara ehtiyac yoxdur. 4-cü qrupun da kimyası 1-ci qrupdan çətin olur. Çünki 4-cü qrupda daha çox üzvü kimya düşür və ən çox üzvü kimyadakı reaksiya tələb edir. Bütün reaksiyanı bilmək lazımdır. Situasiyalarda gəldikdə isə ancaq və ancaq qəbullar işlədikcə bunu möhkəmləndirmək olar. Yəni başqa yolu yoxdur məncə. Məncə reaksiyanı ancaq kətdən öyrənərsən, qıraqda bir dəftər tut, özün üçün yaz, gör bilirsən yoxsa bilmirsən bu reaksiyanı. Deyək ki, çoxlu testi işləyəndə zaten reaksiyalar yavaş-yavaş yadda qalır, unutmursan. Toplayın abi, bilmədiyiniz reaksiya. Qonağımız gəldi. Qonağımız gəldi, haydi. Ay, orasını qoyarsan. Bilmədiyiniz reaksiyalardakı, məsəl üçün mən toplayın arxasına yazırdım. Bilmədiyiniz reaksiyalardakı ya stolunuzun önünə yazın, qoyun, ya kitabın arxasına yazın. Məndə bir dənə kitab var, İmran müəllimin kitabıdır. O da Məhəmməd qoyar ekrana. Çox qəşəng kitabı təkrar etsin. Kimya haqqında danışdıq Xədicə. Mən də ümumi üstündən keçim. Hər videoda demişəm əslində, yəni test toplu, nəzəriyyə. Mən güvəndən istifadə edirdim. Müəllim də yazdırmışdı. Əsasən o ən yaxşısı məncə. Mənim açımdan müəllimin yazdırdığı nəzəriyyə kitabı çox yaxşı idi. Bu cür, yəni ümumiyyətlə reaksiyalar da zaten kimyanın açarıdır. Reaksiya bilmədən kimyanı belə deyim, həll eləmək çətindir. Qalan riyazi şeylər asanlıqla uzağım tənasüb falan var orada, məsələlər həll eləmək. Yəni çox da qarışıq deyil riyazi tərəfi. Əsasən reaksiyalar bilirsiniz, böyük hissəsini həll eləmiş olursunuz. Növbəti keçək fizikaya. Fizika haqqında qısaca danışaq, yəni nəzəriyyə, testlər falan. Buyur Xədicə. Deməli dostlar, anam fizika müəllimi idi. Yəni mənim fizika müəllimim anam idi. Həm məktəb, həm də hazırlıq müəllimi idi. Ona görə mən fizika oxumurdum. Yəni mənə deyir ki, gəl dərsə otur. Dedim amma yuxum gəlir belə elə. Mənə məcbur yuxum qızmağa çalışdım, amma mən durmurdum çünki anam idi müəllimim. Yəni qorxacağım bir şey yox idi ona görə. Amma belə məsəl üçün o Hikmət Mehdiyevin nəzəriyyə kitabı var. Məsələn biz ondan istifadə edirdik. Çox qəşəng kitab idi. Və topluları dəfələrlə işləmişdim deyənə artıq fizika suallarını əzbər bilmişdim. Bir də ki, bütün qəbullar yenə. Fizikadan əslində çox material işləmişəm. Daha doğrusu anam işlədik məcburda. Belə, məsələn, gecə yatdığım yerə gətirdi ki, bir dənə bunu işlə, bir dənə bunu yaz. Belə edirdi. Nəzəriyyə dedim də Hikmət Mehdiyevin. Dedim, Hikmət Mehdiyevin nəzəriyyələri çox yaxşı. Yəni, onu oxusaz, məncə əlavə etsinə ehtiyac yoxdur. Mən də elə çoxlu kitab işləmişəm, həm nəzəriyyə, baxmışam, həm nəzəriyyə olsun, həm test olsun. Test Kaspi, hədəf, toplu, güvən hamısını işləmişəm. Amma yenə deyirəm, toplu tam ayrı bir şeydir. Toplunu bilirsiniz, zaten imtahanı rahat verirsiniz.
o Kaspiyə falan çox da ehtiyac olmur. O biraz daha belə deyim də ağır tipli məsələlər olur. Kaspiyə olsun, hədəf olsun bunlarda. Elə güvən özündə də. Nəzəriyyə olaraq da həm əsasən güvən oxuyurdum. Əlavə olaraq müəllim də nəzəriyyə vermişdi, ondan da istifadə edirdim. Belə heç nəzərdən başa düşməsəz, YouTube-da da çoxlu həm fizika olsun, kimya olsun, biologiya olsun, dərs izah videolar var. Girib başa düşmədiyiniz mövzuya baxa bilərsiniz. Rahatlıqla əl çatandır. Bu cür keçək biologiyaya. Biologiya haqqında buyur. Uşaqlar, deməli mən 11-ə qədər biologiyam çox bərbad idi. Yəni maksimum çalışdığım sınavlarda 20-dən düzüm çıxırdı. Amma 11-dən sonra gördüm ki, məktəb dərslikləri biologiya üçün ən gözəl vəsaitdir. Yəni məktəb dərsindən başqa yalandır həqiqətən. Amma bütün məktəb dərslərini əzbərləməyə başladım. Ondan sonra toplular, sınaqlar, yenə bütün qəbulları bir dəfə yox, 5 dəfə işlədim təkrar. Yenə də hamısına səhvim çıxırdı. Yəni birini işləyib qırağa qoymayım. Təzədən bir həftə sonra təzədən yenidən işləyim, yenə səhvi çıxacaq. Bundan 100% əmin ola bilərsiniz. Belə məktəb dərslikləri çox kömək olurdu. Ondan sonra da bütün sınaqlarım 29-30 olurdu. Amma yəni bir il ərzində mən qaldırdım biologiyamı. Ona qədər bərbad idi. Biologiya məncə də ancaq dərslik. Məndə güvən var idi, amma sadəcə dərslikdə anlamadığım mövzuları güvənlə istifadə edirdim. Məsələn, demişəm səhv etmirəmsə, ürək-damar sistemi mövzusunda dərslikdən tam aydın olmamışdı. Güvəndən oxumuşdum, dərk eləmişdim. Yəni başa düşməyən dərslikdən əlavə vəsaitlərə üst tuta bilərsiniz. Amma biologiya üçün əsas dərslikdir. Dərslikdən kar heç düşmür biologiyada. Bu cür test yəni toplu həmişə kimi deyirik. Bu cür biologiyada belə siz DM-dən və YouTube-dan müxtəlif suallar ünvanlayıbsınız. Növbəti olaraq onları oxumaq istəyirəm. İlk öncə başlayaq. İlk sual, salam, mən blok imtahanına qədər bütün fənlərimi maks edə bilərəmmi? Normalda 340-350 yığıram blokdan. Əvvəl sən de, sonra öz kimi deyəcəm. Deməli uşaqlar, mən 11-ci sinifə qədər blok sınavında iştirak eləməmişəm. Blok imtahanına 2 ay qalmışa qədər sınavda iştirak edirdim. Hamısında balım 260-270 gəlirdi blok balım. Maksimal yığdığım baldakı 310 idi. Yəni blokdan. Amma mən 2 ay çalışdım və blok balımı 350-yə qaldıra bilmişdim. Yəni əgər sən indi 350 yığırsansa, məncə imtahanda 380 plus yüksək ola bilər. Mən də düşünürəm, sınavlardan 350-360 çox yaxşı nəticədir əslində. Mən də blok sınavlarından 250-260, maksimum 310 falan yığdım. 313 bal idi səhv eləmirəmsə yığdığım. Yəni bu civarlarda yığırdım, amma gəldim, yəni bir 20-30 bal qaldırırsan sınavlardan blok imtahanında. Yəni mən də düşünürəm 350-360 sınavlardan yığan biri 386-387 bal kimi bəlkə daha çox qaldıra bilər. Yəni blok imtahanı əvvəlki imtahanlarla demək olar eyni olur. Sınavlarda fərqli suallar olur. Amma imtahan özü digər illərdən eyni olur. Ona görə də imtahan daha asandır. İmtahan yəni sağdan qat-qat daha asan olur. Məncə. Sonra verəcəm. Yaxşı, növbəti sual. Salam, sizcə universitet seçimi üçün hansı universitet daha yaxşıdır? Yəni siz Naxçıvan Dövlət Universitetində oxuyursunuz və digər universitetlər, Qarabağ Universiteti və ATU sizcə təhsil, rahatlıq və s. üçün ən yaxşı universitet hansıdır? Uşaqlar, əsas ixtisas olsun, məncə universitetin fərqi yoxdur. Region baxımından bölgə hara yaxındırsa, daha rahatca oranı yazın. Amma Naxçıvan Dövlət özü çox yaxşıdır. Məsələn, 29 dənə universitetin müqaviləsi var Türkiyə ilə. 2-ci kurslara etibarən uşaqlar Türkiyəyə göndərirlər. Bu sualda təbii olunur, deyilir ki, Qarabağ Universitetinin ATU-nun və Naxçıvanlı müqayisə edək, amma biz Qarabağ Universitetinin ATU-nu çox da dərindən bilmirik, bizə tədris gedir, proqramı falan, bunları bilmirik deyə, yəni çox da belə müqayisə eləməyimiz düzgün olmaz açığı. Yəni biz sadəcə Naxçıvan dövlət haqqında müxtəlif fikirlər, informasiyalar ötürə bilərik sizə. Deyə bilərik ki, Naxçıvan Dövlət Universiteti çox həqiqətən müasir və dərs cəhətdə məncə kifayət qədər yaxşı universitetdir. Azərbaycanda inanmıram ki, mənim düşüncəm, Azərbaycanda tip çox da fərqli deyil. Yəni ATU, Qarabağ, Naxçıvan və təqribən eyni səviyyələrdə təhsil verir. Çox da fərqlənmir bir-birindən, kəsinliklə fərqi yoxdur. Amma Naxçıvan Dövlət Universiteti həqiqətən də yəni, yaxşı tip təhsili verir. İnşallah da yəni, normal, yaxşı şəkildə oxusaz, rezidenturada imtahan verib, xarici Almaniya, Türkiyəyə gedə bilərsiniz. Salam, 10-cu sinifdən blok fənlərində başlamışam, 11-də yüksək nəticə yığa bilərəm, stomatoloji istəyirəm.
Mən 9-dan başlamışam blok fənlərinə, amma 9 demək olar oxumamışam. Çünki mən 9 imtahana odaqlanmışdım. Yəni o başlamaqla başlamamaq eyni səviyyədə idi. Başlamasam da olardı. Yəni hətta mən peşman olmuşdum ki, mən nəyə görə 9-dan başlamışam blok fənlərinə, əlavə yük kimi görürdüm 9-u. Yəni heç bir xeyri olmamışdı. Yəni ona görə məncə 10-cu sinifdən çox mükəmməl nəticə əldə etmək olar. Mən tanıdığım o 680 yığan uşaqlar, 690 yığan uşaqlar hamısı 10-cu sinifdən başlayıb blok fənlərinə. Məncə, hətta mən 9-a kimi liseydə oxuyub, liseydə oxumuşam, 5-ci sinifdən 9-a kimi. Mən blokum həqiqətən çox zəif olub lisey vaxtı oxumurdum, ancaq buraxılış oxuyordum. Güya 9-cu imtahana hazırlaşırdım da, yəni bloka heç əhəmiyyət vermirdim. Onun üçün bünövrəm yox dərəcəsində zəif idi. Mən onu 10-cu sinifdə məşğələyə gələndə bildim ki, həqiqətən də mən yəni, çox az şey bilmişəm blokdan. Yəni mən zaten demək olar ki, 10-cu sinifdən başlamışam məşğələyə, yəni bloku öyrənməyə. Yəni öz üstünüzdə işləsəz, kifayət qədər yaxşı bal toplamaq olar 10-cu sinifdən başlayaraq. Eləsə keçək YouTube-dan ünvanlanan suallara. İlk sual, salam, biologiyanın əvvəlcə qaydalarını tam bitirib bütün sözlükləri, sonra dim toplularını, sınaqları işləməklə biologiyadan 140-150 yazmaq olar, hal-hazırda 10-cu sinif 14. Mən zaten elə yazmışam biologiyanı 140 bal. Əvvəlcə qaydaları tamamilə bitirdim. Yox. Kitabı oxuyurdum hissə-hissə, sonra topları işləyirdim. Və beləliklə 140 bal yığmışdım. Amma mən sizə bir dənə qəşəng üsul deyim ki, imtahana da az qalmır. Sınağı işləyin, ümumi sınağı. Məsələn, orada bakteriyaya aid sual səhv çıxıb. Gedin bakteriyanın dərsini oxuyun, nə qədər desəz ki, ay gözümdən qaçıb, belə eləməyin. Bakteriya aid dərsi oxuyun, sonra onun topludan tək və ya cüt rəqəmlərini işləyin. Mən elə eləmişdim, çox yüksək nəticə vermişdi. Bəli, yəni mən də deyim, yəni qaydalarını öyrənirsiniz, toplar, sınağı işləyirsiniz, zaten bir şey qalmır yerdə. Yəni zaten eləməli olduğunuz budur. Başqa artıq bir şeye ehtiyacı yoxdur. Qaydanı öyrən, toplunu bitir. Əlavə etməyə ehtiyac yoxdur. Onunla 140 bal, 150 bal yığmaq olur. Bəli. Növbəti bizdə bir də hər gün 3 blok fənnində oxumaq lazımdır az da olsa, yoxsa hər günü ayrı-ayrı bölüb oxumaq yaxşıdır? Məncə bir gündə hamısını oxumaq lazımdır. Məncə 100%. Hər gün biologiyanı, fizikanda, kimyada az da olsa oxuyun. Məsələn, bir plan qurun. Bir plan düzəldin, biologiya, kimya, fizika. Biologiyadan mən bugün falan şey eləyəcəm. Fizikadan falan şey eləyəcəm. Kimyadan falan şey eləyəcəm. Yəni məcbur deyə gecə yatasınız. Mən gecə heç yatmırdım. Bəzən yarım saat, bəzən 20 dəqiqə yatırdım. Yəni gecə yatmayın da uşaqlar. Açın, oxuyun da. Bir müddətli, bir aylıq şeydir. Sən yarım saat yatırdın? Həqiqətən yarım saat, 20 dəqiqə belə yatırdım. Ümumi 24 saatda. Hə. Bəzən 2 sutka yatmırdım. Yəni çünki çatdırmaq olmur. Dərs o qədər çox olurdu ki, məsələn, Naxçıvan təyyarələri. hə. Deməli uşaqlar, yatmayın da, gecə ümumiyyətlə yatmayın. Məsələn, mən 20 dəqiqə yatırdım, 30 dəqiqə yatırdım. Bəzən 2 sukalardan yatmırdım. Çünki bilirdim ki, bu bir aylıq şeydir. Onun versə kifayət qədər yatacağıq, kifayət qədər istirahət edəcəyik. Amma belə, məsələn, mən müəlliməm kimyadan bir günə 20-30 sənə sınaq verirdi işləməyə. Onları çatdırmaq var idi. Hər sınağa 1 saat vaxt ayıra bilirdik. Ona görə də yuxu çox mənə vaxtımı alırdı. Mən yatmamaq üstün tuturdum. Yox, mən yatırdım. Mən 6-7 saat yatırdım. Bəxtəbə. Elə vaxt var, lap çox yatırdım. 9-10 saat 3 belə saat yatırdım. yatanda belə o qədər sevinirdim ki, 3 saata qalxdım. Yox, mən yuxu olmasa biraz az yatsam, məsələn 4 saat yatsam, həmin gün ölü kimi olaram. Elə indi də elədi. Məsələn, elə vaxt olur, biraz imtahan ərəfəsi vaxtım az olur. 6 saat, 5-6 saat yatıram. Biraz normalda 7 saat yatmalıyam mən. 7-dən aşağı düşdüsə mənim yuxu saatım, həmin gün ölü kimi oluram. Məncə nə olursa olsun yuxu insan sağlamlığı birinci gəlir. Yuxu birincidir, yuxu sağlamlıqdır. 7 saat yatmağa fikir verin. Elə nizamlayın ki, Bir mesaj olur uşaqlar. Yəni mən sağam, yəni mən ölməmişəm bu dəqiqə. amma yorulursan da hər halda insan yorular da. Gəl 20 dəqiqə yatmağına. Mahnı ilə eləyirdim testləri. Bu da mənim çox vaxtımı alırdı. Məsələn, odaqlanırdım mahnıya, saatlarla belə durub baxırdım. Gördüm ki, nə qədər vaxt keçir üstündən. Çalışıram mahnı ilə dərsləməyim. Çünki çox geri atır sizi. Test bəlkə fikirləşmə olar, amma nəzəriyyənin ümumiyyətlə. Qətiyyən. Nəzəriyyə elə bilirsən ki, heç oxumayıbsan da, belə üzdən belə hərfləri oxuyursan, keçirsən, belə bir şey. Və həmin xanımın son sualıdır. Qaydaları təkrar edən zaman nəzəriyyə üstünlük vermək lazımdır, yoxsa testlərə? Təkrar üçün ən qəşəng üsul dediyim kimi.
bir dənə sınaq işləyin, məsələn biologiyadan. Orada hörümçəyə aid sual səhv çıxıb. Gedin bütün buğum ayaqlarının dərsini oxuyun, sonra onun tək vəziyyət rəqəmlərini işləyin. Çox qəşəng bir üsuldur. Məsələn, kimyadan mən işləyirdim. Duzlar ən yaxşı bildiyim dərs olduğu halda, duzlarda məsələn duzlara aid bir sual səhv çıxırdı. O müəllimim mən məcbur tək vəziyyət rəqəmlərini işlədirdi. Səhv eləməməsə 260 dənə test idi duzlardan. Yəni ən qəşəng təkrar üsulu budur. Sınağı işləyin, səhv çıxan sualın nəzəriyyəsini oxuyun, onun topludan testini işləyin. Biraz da boşluqlarınız doldurun. Boşluğu gör, doldur. Testdə sınaq işləyirsən, boşluğu görsən, doldurursan, belə görsən ki, artıq boşluğun qalmayıb. Növbəti sual. Buraxılış 230 gəlib, 4-cü qrupda qalınmı? Blok hazırlaşa bilmirəm, bir ay vaxt qalır, hər 3 sənə proqramı bitirə bilərəm. Hər şeyin yadımdan çıxdığını hiss edirəm, sizdə toparlamaq olarmı? Mənə minimum 380 bal lazımdır. Məncə sənə minimum 280 bal lazımdır. 230 bal 4-cü qrup üçün məncə aşağıdır. Amma bu o demək deyil ki, qrupu dəyişib bir eləyəsən. Çünki 380 də yığa bilərsən, 390 da yığa bilərsən, hətta 400 bal da yığa bilərsən. Amma düşünürəm ki, bu il ballar düşəcək. Amma nə qədər düşsə 600 bal keçmək şərtdir məncə 4-cü qrup üçün. Proqramı da ki, bir aya qutarmaq olar, bəli olar. Mən fizikamı bir aya qutarmışdım proqramı və yaddan çıxmağına gəldikdə isə imtahana girənə qədər elə biləcəksiniz ki, heç nə bilmirsiniz. Amma sualları gördükcə yadınıza düşəcək suallar. Amma belə 230 bal, məncə bloka daha yaxşı hazırlaşmaq lazımdır. Belə deyim, əgər 4-cü qrup məqsədiniz sırf tipdirsə, bloka həqiqətən ciddi şəkildə hazırlaşmalısınız. Çünki belə ki, minimum 600 plus yığmalısınız siz ki, və düşmə şansınız artsın da, belə deyil. 600 yığmaq üçün də minimum 370 blokdan yığmalısınız və deyirsiniz ki, heç nə hazırlaşa bilmirəm, bir ay vaxt qalır. Bir ay vaxtda 3 fəndən qutarmaq olar proqramı, amma necə qutarmaq olar? Keyfiyyətli qutarmaq da olar və üzdən yaddan çıxaraq elə belə qutarmaq da olar. Baxır sizin bünövrənizə, əvvəldən məsələn kimyadan məlumatınız varsa, o bir ayda təkrar kimi gedirsinizsə, onda siz 370-80 yığa bilərsiniz. Əgər təkrar, amma 2 dəfə gedirsinizsə bu proqramı, bir aya biraz çətin məsələdir yüksək bal toplamağınız. Yəni bünövrəni, əvvəlki məlumatınızı özünüz daha yaxşı bilirsiniz. Mən necə biliyə maliyəm? Yəni belə deyim də, insan özünü azdan çoxdan təhsil səviyyəsinin savadını, biliyini bilir ki, mən təqribən necə potensialım nə qədər yığmaqda. Əgər tipdirsə məqsədiniz 4-cü qrupda daha çox hazırlaşmalısınız, bütün gücünüzü verməlisiniz ki, minimum 370 də asan bal deyil, 370 bal yığmaq. Biraz əziyyətli olacaq, amma yəni çalışıb bəhrəsini görə bilərsiniz, niyə də yox. Məncə qrup dəyişməkdənsə bir ilin arasına qalmaq daha yaxşı seçim olar. Buraxışı artırıb 360, 370 eləyib, blokdan da... Buraxışı 260. 260, hə. 260, 270 eləyib, bloku da 350, 360-la rahat girmək olar. Bəli. Yəni, məncə qrup dəyişməyə ehtiyac yoxdur. Lazım olsa məzunla qalmaq lazımdır, əsas tip olsun. Növbəti sual. Salam, buraxılışdan sonra bloka fokuslanmağım çox çətin oldu. Çünki gözlədiyim nəticədən 20-30 bal aşağı topladım və özümə indi gəlirəm. Bir ay qalıb, buraxılışa kimi yaxşı oxuyurdum, indi demək olar sıfırlanmışam. Qalan vaxt ərzində etməməli olduğum ən böyük səhv və etməli olduqlarımı deyə bilərsiniz. Əsas da fizikadan, çünki hamısı yadımdan çıxıb. Buraxılış 260 gəldi. Hələ də şansım var tip üçün. 260? Ah, nə danışır bu uşaq? Mən 260-dan girmişəm uşaqlar. Çox mükəmməl baldır məncə 260. 250-nin kesin özü bir mükəmməldir məncə. Belə ki, fokuslanmaq deyəndə ki, bu vaxta qədər oxumusunuzsa, sizə lap 10 gündə belə hər şey yadınıza düşmək üçün yetərlidir. Yəni, lap 5 gün belə bəsdir sizin üçün. Yəni, bir ay qalıb məncə. Bir ayı mükəmməl oxusaz, mükəmməl nəticə əldə etmək olar. 260 balda ki, çox mükəmməl baldır, həqiqətən. Əslində belə deyim, buraxılışdan sonra toparlamaq həqiqətən çətindir. Mən də toparlamaq, buraxılışı imtahan verdim. Cavablar çıxana kimi mən özümə gələndim ki, Allah, köçürmədə səhv eləyərəm, koddaşdırmağı falan, balonu kəsərlər belə. Mən də toparlamamışdım həqiqətən. Yəni çətindir, başa düşürəm məsələsin. Hər şey unutmaq deyəndə ki, yəni bünövrə varsa, yəni nə qədər sizə, yəni o şuur altında bir yerdə qalır, sualı falan görəndə yada düşür. Əgər bünövrə varsa,
belə deyim, 260 hektar yaxşı baldır. Bir ay, təqribən bir aydan az vaxt qalıb, 3 həftə vaxt qalıb. 3 həftəyə yenə dediyimiz kimi ümumi sınaqları işləyib boşluqlarınızı doldursanız, kifayət qədər yəni şansınız var, böyük şansınız var tibbə qəbul olmaq üçün. Məsələn, bizə də hamı 290 yığmışdı, 280 piroz. Mən 265 yığmışdım, amma bu mənə heç vaxt həvəsən salmadı. Əksinə dedim ki, mən onları blokdan keçəcəm. Və demək olar çoxsundan da ki, blokdan ən yüksək nəticəni mən yığmışdım. Yazıb etməli ən böyük səhv və etməli olduqlarını da deyə bilərsiniz. Səhv toparlanmamaq. Aysa, səhv quruza düşməkdir. Uşaqlar çıxın bu quruzdan, yəni lazım deyil həqiqətən. Hə, etməli olduqlarda, yəni dediyimiz kimi bayaq dedik, çoxlu ümumi sınaqlar işləyin, boşluqlarınızı görün və həmin mövzunu, hansı ki səhviniz çıxan mövzunu təzmin oxuyun. Və öz sınaq nəticənizi falan heç bir padriqanızla bölüşməyin. Heç kimə deməyin. Neçə yığırsınız yığın, bax yüksək yığın. Heç oğlandı. Aşağı yığın, yaxşı. Oğlanın padriqası olmur. Yox, dostluq. Hə, heç bir dostunuzla bölüşməyin balınızı. Heç kimə deməyin. Özünüz bilin həmin balı. Mən məsələn balımı heç kim bilmirdi özümdən başqa. Və son sualımız. Salam sizcə bir ay qala özünüz üçün təkrar edən zaman bir gündə bir fənn edim, yoxsa hər gün 3 fənn dalaqlarına? Hə, belə bir sual verilmişdi əvvəl. Uşaqlar, yəni məncə bir gündən 3 fənn 24 saat var, 24 saat yatmayın gecə. Hərəsinə 8 vaxt ayırın, oturun oxuyun adam kimi dərsinizi. Yəni ego kimi çıxmasın, amma yatmayın da gecə. O filmdə 3 fənn də vaxt ayır. Yəni hamısına biraz vaxt ayır. Yəni gün ayırmasan ancaq çalışın mövzu sınağından çoxsa fənn. Ümumi sınaq işləyir, çox yaxşıdır. Hə, ümumi sınaqda az vaxt qalıb, onsuz mövzu sınağın yeri yoxdur. Mən ki, nəzəriyyə öyrənməyə cəhd eləməyin, çünki bir aya heç nə eləmək olmaz. Başdan nəzəriyyə öyrənmək olmaz onsuz bu. Hə, yəni nə qədər desən ki, başdan hər gün 10 səhifə oxuyum, elə şey olmaz. Ancaq sınaq, başqa yolu yoxdur. Hə. Vaxt az qalıbsa nəzəriyyə yoxsa sınaq üstündə təkrar daha vacibdir. Vaxt az qalıbsa mütləq və mütləq sınaq. Bir də biologiyanı sizcə bu bir aya möhkəmləndirmək olarmı? Təbii ki olar. Yəni deyirəm, biologiyada yəni sırf əzbər fənnidə oturacaqsan, əzbərləyəcəksən. Biologiyada kifayət qədər möhkəmləndirmək olar biologiya. Yəni sıfır deyirsənsə təbii ki 3 həftəyə çox şey eləmək olar. İnanmıram ki bu vaxta kimi kimsə sıfır olar. Hamının azdan çoxdan bir növrəsi olur da hər halda. Yəni bir aya həqiqətən çox şey eləmək olar. Əvvəlki videomda da necə 100 bal qaldırdım bloku, ona da girib baxa bilərsiniz. Hə, deməli uşaqlar, biologiya ancaq və ancaq sınaq üzərində qurulub o fən. Sınağı işlə-işlə əzbərləyəcəksiniz nəzəriyyəni. Məncə nəzəriyyədən qaçın bir ay müddətində, ancaq sınaq işləyin. Bəli. Lazım olduqca açın oxuyun da. Yəni belə başdan oxumaq vaxt itirir sizə. Bəli, doğrudur. Bu qədər. Suallarımız da bitdi. Öz sözlərimizlə verdik. Yenə əlavə sualınız olsa şərh bölməsindən və yaxud DM-ə ünvanlaya bilərsiniz. Diqqətiniz üçün, izlədiyiniz üçün çox sağ olun. Görüşənədək. Hələlik.